Hər kəsə salam uşaqlar. Mən bugün sizlərə şəkil çəkməklə məsələ həllimi başa salacağam. Gəlin buna birlikdə baxaq. İlk öncə uşaqlar məsələ həllərini biz necə anlayırıq? Birincisi, məsələni anlamalıyıq. İkincisi, onun planını qurmalıyıq. Üçüncüsü, məsələni həll etməliyik. Dördüncüsü, yoxlamalıyıq. Gəlin, indi şəkil çəkməklə məsələ quraq. Məsələn, 4-cü sinif dərsliyimizdə 2-ci hissədə səhifə 28-də məsələlər var. Mən indi sizlərə onu həll edim. Məsələ də belə deyir. Lalə, Samir, Anar, Aynur və Səbinə dondurma növbəsinə dayandılar. Şəkil çəkməklə deyirsə, gəlin şəkili çəkək. Lalə. Sonra Samir. Bir saniye. Samir. Hadi belə eləyək. Samir. Sonra Samir'dən sonra nə dedik? Anar. Sonra Aynur. Və nəyimiz? Səbinə. Burada sayacaq. Səbinə. Uşaqlar, ondan sonra deyir ki, Lalə, baxaq, Laləmiz nədir? Budur. Lalə, Anar və Səbinənin arasında dayandı. Bu Anardır, bu da Səbinədir. Onda, gəl altdan belə yazaq. Bura nə yazacaq uşaqlar? Bunu belə qırmızı ilə eləyək ki, bu əvvəlkidir uşaqlar. Neysə. Anar birinci olacaq. Deməli, nə dedi? Lalə onların arasında. Lalə və Səbinə. Sonra növbədə sonuncu dayanan Samir isə Aynurdan sonra dayanmışdı. Deməli, növbədə sonuncu onda Samir dayanıb. Samirdən uşaqlar Samir isə Aynurdan sonra dayanıb. Onda bura bizdə Aynur olur. Burada da Samir. Sonra adı var. Anar növbədə birinci deyil. Birinci deyil uşaqlar. Onda uşaqlar çaşbaş qalacaq ki, onda birinci deyil, neyəcək? O zaman uşaqlar gətirəcəyik burada. Bir saniyə. Səbinəni buradan silirik. Yəni Səbinə burada olacaq. Anar isə burada olacaq. Bu qədər sadə. Deməli, o birisimiz isə, yəni əsas məsələdə onlar belə düzülmüşdür. Cavab uşaqlar növbədə hansı ardıcıllıqla dayanmışlar? Birinci Səbinə, Lalə, Aynur, Anar, Aynur, bir də Samir. Belə. Gəlin indi keçək ikinci məsələmizə. İkinci məsələ. A şəhərindən B şəhərinə qədər yolun uzunluğu 120 kilometrdir. Deməli, mən belə məsələləri çox sevirəm. Yol çəkirik belə. A-dır bura. Burada B-dir. Deyir ki, A şəhərindən B şəhərinə qədər yolun uzunluğu 120 kilometrdir. Buradan da belə eləyirik, yazırıq 120 km. Həmişə kilometr, santimetr, metr, belə diametr zət bunları yazın. Sonra B şəhərindən C şəhərinə qədər yol bundan 60 kilometr çox. Deməli, bizdə burada B var, burada C yazırıq. Buradan belə sual 60 kilometr çox. Bundan sonra C şəhərindən D şəhərinə qədər yolu isə 40 kilometr azdır. Burada da D'dir. Biraz bu çox uzundur. Sual 40 km az. İndi isə deyir ki,
burada deyir ki A şəhərindən çıxan avtomobil D şəhərinə qədər neçə kilometr yol gedir. Deməli buradan da bura sual. Uşaqlar, ilk öncə biz burada nəyi tapacağıq? 120'den, daha doğrusu 120'nin üzerine 6 gəlirik. Eləyir 180 kilometr. Bu B ilə C'dir. Sonra bundan yolumuz bitmədi. Uşaqlar, mən fikir verirəm ki, bəzi uşaqlar sonra belə eləyir. Ay. Belə eləyirlər. Amma belə deyil ha. Bu qətiyyən yanlışdır. Ona görə belə olacaq. Bizim uşaqlar buradan yox, buradan götürməmiz lazımdır. Ona görə biz burada 120'den də neyəcəyik? Çıxacaq 40'ı. Bu da eləyir neçə? Bu da eləyir 80 kilometr. Bu da nəyin uzunluğu oldu? Bu da C-lə D. Uşaqlar, deməli bizim hamısının cavabları məlumdur. İndi isə gəlin A'dan D'yə qədər yolun uzunluğunu tapaq. Deməli biz burada 120'nin üzərinə 180, üzərinə də 80 gələcək. Eləyir. Gəlin asan yolundan belə eləyir. 120 üzərinə 180 gələndə eləyir 300. Onun üzərinə də 80. 380 nə? 380 kilometr. Deməli bizim cavabımız oldu 380 kilometr. Bu qədər sadə. İndi keçirik ikinci vərəqimizə. Bir saniye. İkinci bu bir tane şey yazmıştım. Neyse bağışlayayım, bunu silmemişim. İkincimize. Yani üçüncümüze. Üçüncü. Yani bakın uşaqlar, belə çox maraqlı siz də çəkə bilərsiniz. Çox maraqlıdır. Üçüncü. Yol kenarında her 6 metreden bir ağac ekilmesi nəzərdə tutulur. Hələ ki bunun heç bir şey yoktur. Yol kenarında 8 ağac ekildi. Aha, biz indi burada 8 ağac çekəcəyik. Bir, ben belə çəkeyim. Belə çəkim ki tez olsun. 2 3 2 3 4 5 6 7 8. Sonra bu da bizim neyimizdir? Ağaçlarımız. Ağaçlarımızı da böyle renkliyək. Rengi olsun. Neyse. Neyse. Deməli 8 tane ağacımız var. Deyir ki yol kenarında her 6 metreden bir ağac ekilmesi nəzərdə tutulur. Ona görə də biz buradaki araları sayacaq. Mən də bu belə məsələləri sevirəm. 1, gəlin fərqləyiniz. 1, 2, 3, 4, 5, 6, 7. Onların da hamısının üzərinə 6 yazırıq. Həm də uşaqlar, tez tapmaq üçün əslində bunu çox da yoxlamaq olmaz. 8'den ağacımız var. 8'den neyəcəyik? Çıxacaq 1, o da eləyəcək 7 nə? Ara. Bununla işimiz bitmədi. Deyir, birinci ve sonuncu ağac arasında ne kadar fark var? Yani bu birinci ile bu sonuncunun arasında ne kadar fark var? Gəlin indi buna baxaq. Nə qədər fərqimiz var görəsən. Onun üçün də bu axı bura 6 gedirdi. Baxın. 6 gedirdi. Ona görə də 7-ni neyəcək? Vuracağıq 6'ya, daha doğrusu gəlin belə x çəkək. Daha rahat olsun. Vur 6. Bu delir 42.
deməli 42 metr deyəcək. Cavabımız da olur ki, birinci ve sonuncu ağac arasında 42 metr mesafe qalıb. Bu kadar sadə uşaqlar. Uşaqlar, siz de kanalıma like atıp abone olmağı unutmayın. Ben sizi çok ama çok sevirəm. Sizi öpürəm. Bye bye.